Hə, Natiq. Salam Akif, necəsən, haradasan? Yaxşıyam, Natiq qardaş, sən nətərsən? Heç, işdəyəm. Yaxşıyam qardaşım, amma biraz problemim var. Nə problemli, qardaş? Üstünə canına sağlıq, çox biraz xəstədir. Burada polisiya apardım, biraz problemlər çıxdı. Biraz pul lazımdır, köməkli eləyə bilərsən. Dərmanları almalıyam, 200 manat pulum çatmır, mənə təcil pul lazımdır. Natiq, narahat olma, həll eləyərik. Yaxşı qardaşım, ümidim sənədir. Natiq, narahat olma, saat 7-də mağazamda görüşək, gətirəcəm pulu. Yaxşı, oldu. Oldu Natiq, görüşərik, sağ ol. Kim idi ki? Dostum Natiq idi. Telefon yatsın. Bu nə hərəkət deyirsiniz hə? Mən sizi dost bildim, qardaş bildim. Telefonu kəsirdiniz hə? Telefona zəng çatmır, bayaqdan zəng deyirlər. Belə şey olmaz hə? Amma mən hər zaman sənin yanında olardım. Telefonu keçirməzdim. Mən sənə dedim axı, uşağa lazım, uşağım xəstədir. Ona görə mənim ehtiyacım var idi pula. Mən səni dost bilmişdim, ümidlənmişdim sənə. Al olsun sənə. Sen bilirsən neynədir? O bayaqdan itin sözünü dediyin dost pulu olmadığına görə telefonu satdı gətirdi sənə verdi. Ona görə telefonda zəng çatmırdı. Sən nə biləsən əsl dostluq nədir? Haram olsun sənə.